Salam uşaqlar, 2024-cü ilin testinə baxırıq. Sual 41-dən başlayaq. 41-də deyilir ki, 397,4-ü bölürük 8-ə. Bunun böyükdür yoxsa 51-mi? Gəlin biz bunu bölməyik uşaqlar. Bu bölünəndir, düz deyilmi? Bu da böləndir. Bölünəni biraz böyüdək. 400 olaraq yazaq və 400-ü bölək 8-ə. Neçədir cavab? 50. Hətta bölünən böyüsə belə cavab 50-dir və 51-dən kiçik olur. 397 tam onda 4-ü 8-ə bölsək cavab daha da kiçilir. Ona görə burada cavab nədir? B variantıdır. Yəni 50 51-dən nə oldu? Kiçik oldu. Aydındırmı sizə? Keçək 42-ci suala. 42-də deyir ki, A və B şəhərləri yalnız bir yolla birləşir. Deyək ki, bu olsun A şəhəri, bu da B şəhəri. Bu şəhərlərdən eyni vaxtda qarşı-qarşıya iki avtomobil çıxdı. Biri bu tərəfdən çıxıb, biri də buradan. Birinci, eləcə də ikinci avtomobil maneəsiz bərabər sürətlə hərəkət edirdi. Baxın, maneəsiz olaraq bərabər sürətlə hərəkət edirdi. Bu, bərabər sürətlə hərəkət edirdi cümləsi onu demir ki, bunların sürətləri eynidir. Biz necə demişdik? Yəni, necə başlayıblarsa, o cür davam edirlər. Mümkündür sürətləri eynidir, mümkündür fərqlidir. Maneəsiz olaraq bərabər sürətlə hərəkət edirdi, onu göstərir ki, misal üçün, A şəhərindən çıxan avtomobil, misal üçün deyirəm, saatda 60 ilə gedirsə, sonuna qədər 60 ilə gedir. B şəhərindən çıxan avtomobil saatda 80 ilə və ya 70 ilə gedirsə, sonuna qədər həmin sürətlə gedir. Yəni, dəyişmir sürətini. Yəni, bu mənaya gəlir. Aydındır mı Rüqəyə? Yəni, bu Rüqəyə rus dilində spastayanная скорость deməkdir. Yəni, necə başlayıb, mudmivisi içkariti, necə başlayıb, elə də davam edir. İndi deyir ki, görüşdükdən sonra birinci avtomobilə 5 şəhərinə çatmaq üçün 3 saat lazım gəldi. İkinciyə isə Aya çatmaq üçün 5 saat lazım gəldi. Biz buradan nə başa düşdük? Bunlar B-yə daha yaxın görüşüblər. Bunun 3 saatı qalıb birincinin. Birincinin 3 saatı qalıb bu tərəfə çatmağa, ikincinin isə 5 saatı qalıb. Bizə deyir, birinci avtomobilin sürəti yoxsa ikinci mi? Nə görürsünüz sualdan? Hansının sürəti daha çoxdur? Birinci, çünki görüşdükdən sonra birinci 3 saat gedəsidir, ikinci 5 saat gedəsidir. Cavab nə oldu? Birincinin sürəti daha yüksəkdir. Keçək 43-ə. 43-də deyir ki, üçbucaqlı piramida oxuduqsa enə nə yazırıq? 3. Hər bir tili bir-birinə bərabərdir. Til düsturu. 2n, 2 vurulsun 3, 6. Neçə tili var? 6 tili var. Və bunların hamısının uzunluqlarının cəmi 30-dur. Biri x olsa 6x 30-dur. Birinin uzunluğu neçə oldu? 5. Bizə deyir bu piramidanın tilinin uzunluğu 5. Digər tərəf 4. Cavab A. Yəni 5 daha böyükdür. Aydındır mı? Keçək 44-ə. Sual 44. X və Y elə ədədlərdir ki, X Y-dən böyükdür. Birinci nəyə diqqət edirik? Nə demişdik biz miqdar müqayisələrində? Yəni, müsbət də ola bilər, mənfi də ola bilər. Bizə demir, x ilə y naturaldırmı, tamdırmı, heç bir məlumat yoxdur. Sadəcə deyir ki, x y-dən böyükdür. Bu cür suallarda biz belə yaza bilərik. Misal üçün, x-ə 5 yazın, y-ə 3 yazın. Sonra da x-ə mənfi 3 yazın, y-ə də mənfi 5 yazın. Aydındır mı? İndi bir dənə ədəd oxu çəkək. Birinci müsbətə görə gedir. Nə deyir bizə? Başlanğıcdan x-ə qədər olan məsafə. Başlanğıc nə deməkdir? X-ə qədər olan məsafə. Yəni 5-ə qədər olan məsafə. Neçədir? 5-dir. Yazaq 5. Başlanğıcdan y-ə qədər olan məsafə. Neçədir? 5-in böyükdür 3 mü? İndi ədədləri mənfi verir. 0. X-imiz neçədir? Mənfi 3. Y-imiz neçədir? Başlanğıcdan x-ə qədər olan məsafə. Məsafə mənfi ola bilərmi? Nə olur bura? Başlanğıcdan y-ə qədər olan məsafə.
İndi bura oldu 3, bura oldu 5. İndi hara böyükdür? Bir dəfə bu tərəf Rüqəyyə, bir dəfə də bu tərəf böyükdürsə, bu deməkdir ki, biz cavabı müəyyən edə bilmirik. Yəni, verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil. Aydındırmı? Onda biz seçirik variant Ç variantını ki, biz dəqiq bilənmədik hansı tərəf böyükdür. Bir dəfə yoxladıq, bura böyükdür, bir dəfə digəri böyükdür. Hətta mən burada elə ədəd verə bilərəm ki, cavab bərabər olar. Misal üçün, x-ə yazaram 3, y-ə yazaram -3. Və cavab nə olar? Məsafə deyiriksə, ikisi də 3 olub bərabər çıxa bilər. Aydın oldu mu? Keçək 45-ci suala. Aha. Baxın uşaqlar, 45-də deyir ki, x y-dən kiçikdir, y də z-dən kiçikdir. Yəni, burada ən böyük ədəd hansıdır? Z. Maksimumdur, elə z. X nədir? Minimum. İndi fikir verin. Bizə deyir ki, x -5, yəni minimumdan 5 çıxıram. Burada da maksimumdan 4 çıxıram. Minimumdan 5 mi çıxsam böyükdür, yoxsa maksimumdan 4 mü çıxsam böyükdür? Maksimumdan 4 çıxsam daha böyükdür. Və cavab nədir? B variantı. Uşaqlar, bunun yanında belə bir şey də göstərim sizə. Misal üçün, sual belə yox da, bu cür olsaydı. X -1, Z -10. Hansı böyük olardı? Minimumdan 1 çıxırıq, maksimumdan 10 çıxırıq. Burada Ç olardı. Niyə? Çünki mən bilmirəm bu ədədlər neçədir. Aydındırmı? Minimumdan daha kiçik ədəd çıxdım burada, maksimumdan daha böyük ədəd çıxdım. Aydındır mı? Yəni, sualı bu qaydada versəydi, cavab Ç olardı, müəyyən edilməz. Çünki biz bu ədədləri bilmirik. Minimum və maksimum ədədlər neçə olduğunu bilmirik. Amma burada niyə tapdıq? Mən burada minimumdan daha böyük ədəd çıxdım. Nəinki maksimumdan daha kiçik bir ədəd çıxam. Aydındır mı? 46-da deyir, düzbucaqlı üçbucağın hər bir tərəfinin uzunluğu 4-dən azdır. Gəlin bir dənə düzbucaqlı üçbucaq düzəldir. Olsun düzbucaqlı üçbucaq. Azdır deyir. Hansı qaydayı yadımıza salırıq uşaqlar? Katetlərdir da bunlar A, B və C. Bizə deyir, hər bir tərəfi 4-dən azdır. Üçbucağın da sahəsi. Sahə düsturu nə idi? Aha. A vuraq. B bölünsün 2. Hər bir tərəfi 4-dən azdır. Biz necə yazırdıq bu sualları? Azdır, çoxdur deyəndə. Ola bilməz, amma nə demişdik? Desək ki, əgər 4 olsaydı, yadınızdadırmı? Cavab nə olardı? Misal üçün, A ilə B 4 olsaydı, sahə nə olardı? Əgər 4 olsaydı, 8 olurdu. Aydındır mı? 8 santimetr kvadrat olardı. Əgər cavab 4 olsaydı, amma bizə nədir? Tərəflər A və B 4-dən nədir? Azdır. Onda sahə də neçədən azdır? Başa düşdünüzmü? Əgər desəydi Rüqəyyə, tərəflər 4-dən çoxdur, onda da sahə 8-dən çox olar. Bax, tərəflər 4-dürsə, sahə 8-dir. 4-ü 2-yə vurmuyoruz, yox. Sahə düsturu A vuraq B bölək 2-dir. Bax, budur, ploşet. Sahə ploşetsindir. Qartolu. Üçbucağın sahəsini, düzbucaqlı üçbucağın sahəsini tapmaq istəyiriksə, kasetləri bir-birinə vurub 2-yə bölünür. A vuraq B bölünsün 2-yə. Bizə deyir ki, A ilə B-nin haqqında tərəfləri verməyib ölçülərini. Sadəcə deyir ki, ikisi də 4-dən azdır. 16-yı 2-yə böldük. 16-yı 2-yə ha vaxt böldük. Biz dedik ki, əgər tərəflər 4 olsaydı, əgər, bax belə versəydi, desəydi ki, A da 4-dür, B də 4-dür. Bunları desəydi. Onda biz yazardıq, S bərabərdir, A umnaşayımla B, İcelimlə 2. Aydındır mı? Cavab neçə olardı? 8. Amma bizə deyir ki, tərəflər 4-dən azdır. Tərəflər 4-dən aşağı düşəndə, onda ploşet də 8-dən aşağı düşür. Aydındır mı? Tərəflər 4-dən yuxarı qalxsaydı, onda ploşet də 8-dən yuxarı qalxar.
Ki çünki yekə ədədlərdir artıq. Aydındır indi. Və ona görə də indi tərəflər 4 olsaydı sahə 8 olardı. Tərəflər 4-dən azdır deyə sahə də 8-dən azdır. İndi bizə deyir ki, sahəmi yoxsa 8 mi? Təbii ki, 8 daha böyükdür. Çünki biz dedik sahə 8-dən azdır. Cavab nə oldu? B variantı. Hər kəs aydındırmı? Super. Davam edək. Sual 47. Aha. Burada nədir? 30.547 ədədinin yazılışında 5-i 4 ilə deyir əvəz elə. Bax, gəl belə elə. Bunu yazaq hələ. 30.547. Bizə deyir ki, 5-i 4 ilə əvəz elə. 5-in yerinə 4 yazdım. 7-ni də 8 ilə əvəz elə. Bu 4-ü saxladıq. 7-nin yerinə də 8 yazdım. Deyir, aradakı fərqi tap. Bundan bunu çıx. Başa düşdünmü? What up sen? Keçək 48-ə. Sual 48. 5 ildən sonra Tamarın 19 yaşı olacaq. Uşaqlar, bu cür sual qarşımıza çıxsa, həmişə ilk işimiz nə idi? İndiki, ay sağ ol, indiki yaşı tapmaq. Tamarın 5 ildən sonra 19 olur, olacaq. Onda Tamarın indi neçə yaşı var? 14. 19-dan 5-i çıxdıq. İndi 14 yaşı var Tamarın. Bizə deyir ki, M ildən sonra Tamarın neçə yaş olacaq? 14 plus понятно? İndi sənin 14 yaşın var. Mən deyirəm ki, M il keçsə sənin neçə yaşın var? 14 plus M. Keçək 49-a. Aha, bu da maraqlı sualdır. Düzbucaqlı koordinat müstəvisində verilən ABCD paralelogramının A, C və D nöqtələrinin koordinatlarıdır. Şəkildə verilib burada. Baxın indi. Bura baxın uşaqlar. Gəlin rəngini dəyişin. Misal üçün, A-nın koordinatları neçədir? Gəlin bunları belə çəkin, sonra yazaq. A-nın koordinatları neçədir? Birinci nə olur? X, sonra nə olur? Y. X oxu, bir də Y oxu. Aydındır mı? Absislə ordinatdır da bunlar. İndi A-nın nöqtələri nədir? Koordinatları nədir? Minus 3 ilə 2. Yəni bura minus 3-dür, bura 2-dir. Aydındır mı? İndi D-yə baxaq. D nədir? Minus 6, minus 6, bir də minus 4. C nədir? Birinci həmişə x yazılır dedik. 4 ilə, bunu da onsuz da bilirik. Minus 4. İndi bizdən nə istəyir? B istəyir. Bura bax. B-nin koordinatları. X buradadır. Y buradadır. Y-i bilirik. Y neçədir? Ay sağ ol. Y-ə yazaq 2. Sırazı keçək variantlara. Harada var ki? Burada, bir də burada. Deməli, bunların heç biri variant ola bilməz. Qaldı 2 variantımız. Biri 7 ilə 2, biri 4 ilə 2. İndi bura bax. Buradakı rastayaniyaya baxırıq, məsafəyə. Buradan bura məsafə neçədir? 3. Deməli, buradan burada məsafə neçə olmalıdır? 3. Onda bura neçə yazırıq? Aydındır mı? Başa düşdünmü? Bax, buradan bura məsafə 3 deyilmi? Onda buradan burada 3 olmalıdır. Bura neçədir? 4 plus 3 topladıq. Neçə elədi? 30. Hər kəs aydın olur mu uşaqlar? Devam edək. Sual 50. Deyir ki, Tamar köynək və ətək geyinməyi düşünür. Onun bir sarı, bir yaşıl, bir də mavi rəngli köynəyi və sadalanan rənglərin hər birinin bir ətəyi vardır, eyni rəngdə. Gəl belə elək də, misal üçün yazaq sarı, yaşıl və mavi. Köynək yazaq. Bir də nəyi var? Ətək. Tamarı kombinə edirik. Gəlin baxaq.
Bunu niyə belə yazdım uşaqlar? Göstərim sizə. Gəlin deyək ki, köynək olsun sarı x1, yaşıl olsun x2, mavi olsun x3. Ətək olsun y1, y2, y3. İndi bizə burada nə deyir? Tamar eyni rənglidir. Eyni rəngli paltarları birlikdə geyinmir. Yəni x1 ilə y1-i götürə bilmərik. Aydındırmı? Fərqli-fərqli. X1 ilə nəyi götürə bilərik? Y2 və Y3. Aydındırmı? Birindən 2 dənədir, 3 dənədirsə 2 vuraq 3, 6. Amma belə açıq da yazım göstərim. X2, Y1, X2, Y3. Bir də X3, Y1, X3, Y2. Cəmdə neçə oldu? Başa düşdünmü? Yəni bunları elə bil kombinə edirik. Aydındır mı? Amma eyni rəngləri götürənmərik. Bax bunu, bir də bunu götürənmərik. Bunlar da olsaydı 3-3-ə vurardıq. 9 olardı. Aydındır mı? Bunları götürə bilmirik. Keçək sual 51-ə. Sual 51-də deyir, ilk dayanacaqda avtobusda neçə sərnişin var idi? Bilirdik mi uşaqlar? Onda nə yazırıq? X. Bilmirik. 7 sərnişin düşdü. Minus 7. 5'i mindi. Plus 5. 3'ü düşdü. 8'i mindi. İkincidə də. Üçüncüdə də 4'ü düşdü. 2'si mindi. Bundan sonra 17 qaldı. Əvvəli istəyir. Minus 7 plus 5. Minus 2 minus 3. Minus 5 plus 8. Plus 3 minus 4. Minus 1 plus 2. Yəni x plus 1 bərabərdir 17-yə. Əvvəl neçəsi var imiş? Aydındır mı? Sual 52. Aha, diqqətlə qulaq asın. A və B natural ədədlərdir. Bizə deyir ki, A minus 2 bərabərdir 3 üstü B-yə. Bu stepenli dərəcədir. İndi deyir, A hansı ola bilər variantdakı cavablardan? Gəlin belə elək. Əslində, bunu belə də göstərə bilərsiniz ki, 3 üstü 1 neçə edir? 3. 3-ün kvadratı neçə edir? 9. 3-ün kubu neçə edir? 27. 3'ü 3 dəfə özünə vurduq. 3 üstü 4 neçə edir? 1 də 3'ə vururuq, 81. Aydındır mı? Onsuz da belə böyük ədədlər yoxdur. Burada dayanaq. Gəlin yoxlayaq. İndi deyir, A hansı ola bilər? A-nın əvəzinə mən 19 yazsam, 19-dan 2 çıxsam neçədir? 3 üstü B 17 ola bilərmi? Burada görürsəm 17. Deməli, 19 getmədi cavab. 24-dən 2 çıxırıq. 22 burada var mı? 3 üstü B 22 ola bilərmi? Yox, naturaldır deyir, bizə ola bilməz. 29-dan 2 çıxırıq. 27. 27 3 üstü B ola bilərmi? Deməli, B 3'dür. B-yi soruşsaydı B 3'dür. A-yı soruşur. A, çox yaşa. A 29. Hər şey aydındır mı? Diaqramda isə 3 sualdır. 53, 54 və 55-ci suallar. Diaqramda nə deyir? Soldakı diaqramda bugün deyir ölkədən birinin yataqlarında neçə milyon ton əlvan metal filizi olduğu, sağdakı diaqramda isə bu ölkənin əlvan metal filizi yataqlarının hasilatı indiki tempdə deyir, davam etsə neçə ilə tükənə bilər? Misal üçün bu nə deməkdir? Burada bizə nə verib? Neçə milyon ton əlvan filiz olduğunu verib. Da misal üçün mis 350 tondur. Aydındır mı? Qurğuşun 250 tondur və s. Bunları verib. Digər tərəfdə isə misal üçün bu 350 milyon ton neçə il gedəcək? Mis. Neçə il gedəcək? 70 il. Başa düşdünüzmü? Bu formatdır. Yəni burada ümumi çəkidir. Burada da bu neçə illə bitə bilər onu göstərir. Aydındır mı? İndi gəlin davam edək. Baxaq suallara. Sual 53. 53'də deyir ki, bugünkü vəziyyətdə nikel filizi ehtiyatları mis filizi ehtiyatlarından neçə dəfə azdır? İndi hazırda
Nikel misdən neçə dəfə azdır? Nikel neçədir hazırda? Mis neçədir? Neçə dəfə azdır? 7. 7 dəfə azdır. Nə qədər azdır demir. Neçə dəfə azdır. Aydındır mı? Böldük. 7 dəfə azdır. Desəydi neçə milyon ton azdır, onda çıxardı. Devamına baxaq. Sual 54. Hər ildədir 1 milyon ton hasil edilən əlvan metal filizi aşağıdakılardan hansıdır? Biz bunu necə yazmalıyıq? İllə çəki tutmalıdır. Aydındır mı? Misal üçün yoxlayaq. 350 milyon deyilmi uşaqlar mis? Neçə il gedir? 70 il gedir. Onda 1 ilə nə düşür? 1 ilə 5 milyon düşür. Elə deyilmi? 5 milyon ton. Amma bizə nə lazımdır? 1 ilə 1 milyon ton düşsün. Aydındır mı? Bu hansı ola bilər? Kobalt neçədir? 75'dir mi? Kobalt 75'dir. Burada neçədir kobalt? 30'dur. Bu deyil. Nikel neçədir? 50'dir. Neçə il gedir nikel? Elə 50. Aydındır mı? Onda 1 ilə 1 milyon nədir? Nikel. 50 milyondur nikel. 50 il gedir. Deməli 1 ilə 1 milyon düşür. Aydın oldu mu? Devam edək. Sonuncu sual 55. Mədən hasilatı deyir, indiki templə davam edərsə, 10 ildən sonra ölkədə neçə milyon ton kobalt filizi hasil olunacaq? 10 ildən sonra istəyir. Yəni 10 ilə nə qədər xərcləndi və nə qədər qaldı? Aydındır mı? Kobalta baxırıq. Hani kobalt ümumilikdə neçədir? 75 deyilmi uşaqlar? 75 milyon ton. Kobalt neçə il gedəcək? 30 il. 30 il. Bizdən nə istəyir? 10 ildən sonra qalanı istəyir. Yəni 20 il istəyir. 30 ilə tükənmirmi? 10 ildən sonra 20 ilim qalacaq. 20 ilə, yəni 10 il sonra nə qədər qalacaq? Aydındır mı? X nəyə bərabərdir? 75'i vuraq 20'yə bölək 30. Neçə qaldı? 50. 50 milyon ton qaldı. Gəlin cavablara baxaq. 50 milyon ton qaldı. Onda nə qədər getdi? 75'dən 50'ni çıxaq. 25. 10 ilin cavabı 25'dir. Və direkt belə də tapa bilərdiniz. 75 milyon ton 30 ildirsə, direkt 10 ildə 25 milyondur. Aydındır mı? Belə də yaza bilərdiniz. Devam edək indi suallara keçək. Sual 56. Aha. Uşaqlar, saat yarımın neçənci hissəsi 3 dəqiqədir. Bu sual 2025-də də var idi. Nə deyir? 3 dəqiqə saat yarımın hansı hissəsidir? Eyni sualdır. 3'ü nəyə bölməliyik? 9'dur. 30'dan 1. B variantı. Keçək 57-ci suala. 57'də deyir ki, tərəfinin uzunluğu 9 olan kvadrat. Bu kvadratda tərəfin uzunluğu neçədir? 9'dur. Sahəsidir də bizdən uşaqlar. Birinci yazaq 9'un kvadratı sahə düzdür. Bütün kvadratın sahəsi neçə oldu? 81 santimetr kvadrat oldu. İndi deyir ki, uzunluğu 4, eni də 2 olan düzbucaqlı kəsilib bunun içindən. Bunun sahəsi neçədir? 8. Gerdə qalan 73 hissəniz. müəllim. 81 minus 8. 73. Aydındır mı? Keçək 58'ə. Üzmək üçün hovuza giriş biletinin qiyməti şənbə günləri 15 lari, bazar günləri 20 lari. Başqa günlərdə, yəni ilk 5 gündə, birinci gündən 5-ci günə də 10 lari. İstəyirsiniz belə yazın uşaqlar, tam açıq göz önündə olsun. Altı və bazar.
10, 10, 10, 10, 10, 15 və 20. Aha. 13 gün ardıcıl hovuzda üzmək üçün minimum deyir uşaqlar. Minimum deyirsə mən hansı gündən başlamalıyam? Birinci gün. Aydındır mı? Və 13 gün istəyir. Yəni 2 həftədən bir gün az. Onda biz belə eləyək. Bir həftəyə nə düşür? 50, bir də 70, 85. Gerdən mənə nə lazımdır? 6 gün. Yəni 20-ni ləğv edirik. 85 toplansın 65. İlk 7 gün, ikinci də 6 günü götürdük yani. Aydındır mı? 7 günə gəldi 85 lari, 6 günə də minimum deyir də bizə. 20-ni ləğv elədik, 65 lari. Bunların hamısının cəmi neçə oldu? Güzel. Sual 59'a keçək. K natural ədəddir. K natural ədəd. K-nı 9-a böldükdə alınan qalıq neçədir? 5-dir. K-nı 9-a böldükdə qalıq neçədir? 5. Bizə deyir ki, 3K-nı 9-a böldükdə alınan qalıq neçə ola bilər? Belə elə uşaqlar, gerdən irəli gələk. Misal üçün, mən bura yazım 2 və ya 1 yazım. Natamam qismətə 1 yazım cavaba. 1-i 9-a vururam, 9. K-dan 9 çıxsam, qalıq 5 etməlidir. Nədən 9 çıxsam, qalıq 5 edir? Onda mən K-ya nə verirəm? 14. Sonra 14-ü nəyə vururam? 3-ə. 14 dəfə 3 neçə elədir? 42. 42-ni 9-a bölsəm, neçə dəfə götürürəm? 4 dəfə 36. Qalıq neçə oldu? Başa düşdünüzmü? Yazın. Keçək sual 60-a. Aha, maraqlı sualdır. ABCD düzbucaqlısının BC tərəfi M və N nöqtələri ilə 3 bərabər hissəyə bölünür. 3 bərabər hissəyə, yəni X və X. Bu tərəf nə oldu? 3X. AB tərəfinin uzunluğu 3-dür. Bura 3-dür. A təpəsi deyilə. N nöqtəsini birləşdirən parçanın uzunluğu isə 5-dir. Burada 5-dir. Bu düzbucaqlı üçbucaq oldu mu uşaqlar? Bura 3-dür. Bura 5-dirsə, BN parçası neçə olur Pifagor teoreminə əsasən? 4. 5-in kvadratından 3-ün kvadratını çıxdıq. 5 kvadrat minus 3 kvadrat kökün altında neçə elədi? 16. Oradan da nə çıxır? 4. Onda x-imiz neçə oldu? 2. Onda AD parçasının uzunluğu neçə oldu? 3x, yəni 3 vuraq 2. 6. Bizdən nə istəyir bəs? Elə AD istəyir. Aydındır mı? Qeyd edin. Keçək 61-ə. Mətanət Musa Tunar. İlham yoxdur mu? Sual 61. 61-də nədir? 4 natural ədədin cəmi 5-dir. 4 natural ədədin cəmi necə 5 ola bilər uşaqlar? Kömək edin. 3 dənə 1, 1 dənə 2. Başqa variant var mı? 2 dənə 2 yazsam artıq 3-cü ədəd gərək 1 ola mənim məcbur minimum. Və 4-cü ədəd olmur. Deməli, bir dənə ehtimal var, o da budur. Deyir, bu ədədlərin hasili 1 vuraq, 1 vuraq, 1 vuraq 2. Bərabərdir C. Aydındır mı? Tamam, devam edək. Aha. Uşaqlar, indi bura qulaq asın. Sual eynidir, heç nə dəyişmirəm. Misal üçün, bir dənə nə dəyişəcəm burada? Deyə bilərəm ki, 4 natural ədədin cəmi 5 yox da, 5-in əvəzinə misal üçün 6-dır. Və sizə deyirəm, bu ədədlərin hasilini yoxsa 3 mü? Bu başqa bir sual.
Onda nə olur cavab? Niyə Ç olur, izah edin. Çünki mən arada neçə biri dövlət dedim. Bəli, 6-dır burada cəm. Aha, 2, 2, 1, 1. Başqa ehtimal da varmı? Nədir? 3, 1, 1, 1. Bunun hasili nə olur? Hasil. Vursaq, 2 vuraq, 2 vuraq, 1 vuraq, 1, 4 elədir. Bunun hasili nə olur? 4 də ola bilər, 3 də ola bilər. Böyük də ola bilər, bərabər də. Onda cavab nə olardı? 2. Belə bir ehtimalda qeyd edim. Bu da gələ bilər. Aydın oldu mu? Keçək 62-ci suala. Mağazada eyni cür köynəklər satılır. Baxın uşaqlar, 4 köynəyin qiyməti M laridir. Gəlin belə yazaq. 4 köynək bərabərdir M lari. Onda M yerinə niyə 5 yazdım? M lari. Aha. Onda bir köynək neçədir? Bu bir köynəyin qiymətidir. M bölünsün 4. Burada M bölünsün 4 varmı? Bunun yerinə mən bir köynək yaza bilərəmmi? Sonra deyir ki, 5 köynəyin qiyməti eyni köynəklərdən gedir söhbət. N laridir. Onda mən bir köynəyi yenə neçə lari ala bilərəm? N bölünsün 5. N bölünsün 5-in yerinə bir köynək yaza bilərəm. Bərabər oldu mu cavab? Aydındır mı? Bəli. Hansısa bir imtahan sualında var idi. Devam edək. Bəli, imtahan et. 8, 11, 5. Bura baxın. Ardıcıllıq elədir ki, hər bir tək nömrəlidir. Yəni üzv. Növbəti üzvdən 3 vahid azdır. Hər bir cüt nömrəli də növbətidən 6 vahid çoxdur. Bu nə demək istəyir? Bilirsiniz uşaqlar? Misal üçün, mən üzv nömrələrini yazım. A1, A2, A3, A4, A5. Misal üçün 6. Aha. İndi A1 8-dir. A2 neçədir? 11. Yəni 3 artırdıq. Sonra 5. Minus 6 yazdıq. Sonra yenə 3 artırırıq. 8, elə bir plus 3. Sonra yenə 6 çıxırıq. 2. Sonra yenə 3 artırırıq. 5. Sonra yenə 6 çıxırıq. Mənfi 1. Aydındır mı? Sonra yenə neçə artırırıq? 3 artırırıq. 2. 6 çıxırıq. Neçə oldu? Mənfi 4. Və sair bu formada gedir. İndi baxın bizdən nə istəyir? Bu ardıcıllığın deyir, iki qonşu üzvünün hasili. Misal üçün mümkündür. Hilal deyir ki, mən birinci üzvündən ikinci üzvü götürürəm. Da qonşudur. 8 vuraq 11. Neçə oldu? Sıfırdan böyük oldu mu? Oldu. Aylin də deyir ki, yox, mən də 6-cı üzvündən 7-ci üzvü götürmək istəyirəm. Qonşu deyirlər. 5 vuraq mənfi 1. Bu neçələdir? Mənfi 5. İndi də 0 böyük var. Aydındır mı? Və cavab nə oldu? Variant 2. Çətin idi mi? Bunu da nasıl imkanı? Yazın. Keçək 64-də. Körbucaqlı üçbucağın perimetrinin körbucağın qarşı tərəfinin uzunluğuna olan nisbəti 3-dür. Mən bunu sizə dəfələrlə izah eləmişəm. Uşaqlar. Körbucaqlıdır, düz bucaqlıdır, fərq etmir. Ümumiyyətlə. Belə götürdük. Bura ədədlər verdik. Kör bucaqdır da. Deyək ki, misal üçün üç bucağı əydik biraz. Kör bucağı elədik. Düz bucaqlı əydik, kör bucağı elədik. Buradakı ədədləri götürün. İstənilən ədədləri yazın. Aydındır mı? Və misal üçün bura minimum olsun. Bura maksimum olsun. Bu da ortadır. Aydındır mı? Misal üçün nə yazaq? Nə bilim, ədədlər yazaq 6, 8, 10 və s.
11 yazaq misal üçün. Müəllim 3 daha böyük olmurmu? Yadınızda saxlayın uşaqlar. Ümumiyyətlə bir kör bucaqlı üçbucaq oldu, bir bucaqlı üçbucaq oldu. Ümumiyyətlə mən sizə desəm ki, 3 fərqli ədəd götürək. Aydındır? Və bunları toplayıb 3-ə bölsək, elə bir ədəd ortasını tapırıq da. 3-ə deyirəm, səhv dedim. Bunları toplayıb ən böyük ədədə bölsək, içlərində. Tutaq ki, 6 toplansın, 8 toplansın, 11. Nəyə bölürük? Maksimumuna bölsək, hər zaman cavab 3-dən az edir. Başa düşdünüzmü? Misal üçün Şahin, istədiyim 3 ədəddir. Amma elə ədəddir ki, 3 bucaq düzəlsin də, 2 tərəfin cəmi 3-cüdən böyük olsun. 50, Aha, 51, aha. 100, 3 bucaq olur mu mən buraya 103 yazsam? Olmur. Tamam 90 yazaq. Bunları topla 90-a. Elə ədədlər dedin ki, yekə. Amma bu neçə elədi? 191 eləmi? 191-i 90-a böl. 3 eləyir mi bu? 3-dən azdır. Aydındır. Yəni daima 3 müxtəlif ədədi toplayıb bunların arasında ən böyüyə bölsək, cavab 3-dən azdır. Cavab nə oldu? B variantı. Keçək 65-in. Uşaqlar 65-də nədir? Buxarlanma nəticəsində eyni kütləyə malik iki məhluldan birincisinin kütləsini 5 dəfə azaltdıq. İkinci isə 80% azaltdıq. İstəyirsiniz X yazım, istəyirsiniz ədəd yazım. Buxarlanma nəticəsində eyni kütlə deyir. İstəyirsiniz ikisinə də 100 yazın. İstəyirsiniz X yazın. 100-ü 5 dəfə azalt, 20. 100-dən 100-ün 80%-ni çıx, yəni ilə 80, yenə 20. Cavab nə oldu? Yaram. Bəli, 5 dəfə elə 20% azalma deməkdir. Doğrudur. Devam elək. Sual 66-ya keçək. Satılacaq 300 aksiyanın deyil, hər birinin qiyməti onları idi. Ancaq bu qiymətə 70% satıldı. Yəni 300-ün 70%. Neçə elədi? 200-ün. Deməli 210-nu mən neçəyə satdım? 10 liraya. Bu neçə elədi? 2100. Qalanı isə deyir yarı qiymətə. Qalan nədir? 90. Neçəyə satdıq? 10-un yarısına. 10 deyildi mi? Qiymətinin yarısı nə oldu? 5. Neçə oldu? 450. 2100 ilə 450, 2500. Aydındır mı? Sual 67-yə keçək. Deyəcəm. Qismət böləndən 4 dəfə azdır. Uşaqlar, bölünən, bölən və qismət. Belədir də. Deyir, qismət böləndən 4 dəfə azdır. Gəlin belə yazaq. Qismət böləndən 4 dəfə azdır. Misal üçün, qismətə x yazsaq, bölən nə olur? 4x. Bölən isə bölünəndən 4 dəfə azdır. Bu da nə oldu? 16x. Bölən nəyə bərabərdir? Siz belə elə bilərsiniz. 16x bölünsün 4x, x-ə deyil bərabərdir. Aydındır mı? Bunları ixtisar eləsək, x neçə olur? Deməli, bura 4-üymüş. Bura 16. Burada 60-dır. Bölünən 64-dür. Bölən 16-dır. Bizdən nə istəyir? Böləni. Aydındır mı? Bu niyə 16 oldu bildiniz yox? X 4'dü, 4'e vurdum 16. X 4'dü, 16'ya vurdum 64. Bölünen de istəsə 64. Devam edək. Sual 68. Sadə sualdır, bax bu. Şəkildə verilən ən böyük telidir 4 cm olan düzbucaqlı paraleliped bərabər kublardan ibarətdir. Bu paralelipedin həcmi nəyə bərabər? Ən böyük til 4'dür. Yəni bura 4'dür. Onda bura neçədir? 3'dür uşaq. Onda hündürlük neçədir?
Uşaqlar neçə dənədir burada? 4 dənə deyilmi? Bəli. 4-dür. 3 dənədir? 3-dür. 2 dənədir? Aydındırmı? Həcmini istəyir. 4 vur, 3 vur, 2. Başa düşdünüzmü? Həcm düsturu nə idi? A vuraq, B vuraq, C. Uzunluq n və hündürlük. Keçək 69-a. K və n sadə ədədlərdir. K vurulsun n sadalanlardan hansı ola bilməz? Səhvizdir. Sadə ədədlər götürməliyik. 15-i necə yaza bilərik? İkisi də sadədir də. Sadə ədədlər hansı ədədlərdir? Özünə və 1-ə bölünən ədəd. 26-yı necə yaza bilərik? 39-u necə yaza bilərik? Sadə ədəd bunların hamısı. 55-i necə yaza bilərik? 44-ü misal üçün 4 vuraq 11 yaza bilərik. 11 sadədir, amma 4 mürəkkəbdir. Deməli, cavab nədir? 44. Və ya 2 vuraq 22 yaza bilərsiniz. 2 sadədir, 22 mürəkkəbdir. Çünki 22 2-yə də bölünür, 11-ə də bölünür, 22-yə də 1-ə də. Keçək 70-ə. Uşaqlar, bura baxın. Bizə deyir 3x-i tap. 7-də 1 ilə 7-də 1 ixtisar edək. Bərabərin sağında da var, solunda da var və ortada vurma var. İxtisar etdik. Nə qaldı? X toplansın 3 nəyə bərabərdir? 4x mənfi 3. Aydındırmı? Burada ümumiyyətlə müxtəlif ədədlər olsaydı, hansı ki ixtisar olunmur. Onda belə yazardınız. Misal üçün x toplansın 3. Deyək ki, burada A-da 1 olsaydı, belə olsaydı, A-da 1. Burada da misal üçün B-də 1 olsaydı, 4x minus 3 belə verilsəydi, siz bunu belə yaza bilərdiniz. X toplansın 3 bölək A bərabərdir 4x minus 3 bölək B. Bundan sonra da çarpmaz. Amma indi bunu belə uzatmağa ehtiyac yoxdur. Çünki ikisinin də məxrəci 7-dir və bunlar ixtisar olunur. Aydındırmı? Və biz nə yazırıq? Bu 3 yerində qalır. Bu mənfi 3-ü bu tərəfə nə ilə keçiririk? Müsbət 3-lə. Yazırıq 4x minus x. 3x bərabərdir nəyə? 6-ya. Elə bizdən 3x istəyir. Nəyə bərabərdir 3x? 6-ya. X istəsəydi 2. Başa düşdünüzmü? Qeyd edin. Sual 71. Meyvə bağında yalnız alma, armud və şəftalı ağacları var. Bununla yanaşı alma ağaclarının sayı ağacların ümumi sayının yarısıdır. Görürsünüz də buradadır ki, alma yarıdır. Aydındırmı? Bu ikisi də qalan yarı hissəsidir. Şərt 1. Meyvə bağında alma ağaclarının sayı şəftalı ağaclarının sayından 3 dəfə çoxdur. Sadəcə nə bilirik? Şəftalı x-dir, alma 3x-dir. Biz buradan başa düşdük ki, armud 2x-dir. Amma sayla bağlı məlumat varmı? Yox. Hissə soruşsa tapardıq, bizdən say istəyir. Birinci şərt kifayət deyil. İndi birinci şərti tamamilə unuduruq. Bu 3x-i, x-i və 2x-i bilmirik. Keçirik ikinci şərtə. Meyvə bağında cəmi 15 şəftalı ağacı var. Belə deyim uşaqlar. Cəmi 15 şəftalı ağacı var. Bir dənə bunu bilirik ki, alma bütünün yarısıdır. Bütün x-dirsə alma 2-də 1x-dir. Aydındır mı? Bir dənə bunu bilirik. Başqa məlumatımız yoxdur. Bununla cavab tapa bilərikmi? Xeyr. Bundan sonra görəvimiz nə idi, vəzifəmiz? Birləşdirmək. Birləşdirdik. Şəftalı neçədir? 15. Yəni neçədir bura? X. Əgər mən bura 15 yazsam, 2x neçə olur? 30. 3x neçə olur? 45. Hansını istəyir bizdən? Armudu. Yəni 30-u. Cavab nədir? İkisi bir yerdə kifayətdir. Ayrı-ayrılıqda kifayət deyil. Aydın oldu mu? Super. Devam edək. Sual 72. Aha, sual 72. K natural ədəddir. Ümumi məlumatımız budur. Birinci şərt. K-nı 4-ə bölərkən alınan qalıq 3-dür. Bizə deyir K cütdürmü, təkdirmi? Qalıq 3-dürsə K cütdürmü, təkdir? Misal üçün 19. 4-ə böl. 100% ədəd nə olmalıdır? Tək olmalıdır. Öz-özünə yazdım.
Ədəd tək olmalı. Deməli, birinci şərtindən biz tapdıq ki, K təkdir. Eyni qayda K-nı 6-ya bölsək qalıb 3-dür. Deməli, K nədir? Təkdir. Ola bilərəm mən cütü götürüm 6-ya bölüm. Amma qalıq nə olsun? 3 olsun. Doğru. Deməli, K nədir? Təkdir. Ayrı-ayrılıqda. Ayrı-ayrılıqda həm birinci şərt kifayətdir, həm də ikinci şərt kifayətdir. Aydındır mı bu da? Devam edək. Sual 73. Aha. Uşaqlar, 73 də çox sadədir. AB və C3 bucağının AB tərəfinin deyir Y nöqtəsi, BC tərəfinin də F nöqtəsi parça vasitəsilə birləşdirilir. Bunları deyir. İndi baxın, 2 dənə şərt verilir. Birinci şərt BYF, BYF. İkinci şərt YFB. Bu ikisinin cəmini, ikinci şərt nə idi? Bucaq BYF, bir də YFB. Bunların dərəcələrinin cəmi neçədir? 120 verir. Eləmi? Bu ikisi 120-dir, bizdən B-ni soruşur uşaqlar. B-yə nə qaldı? 60. Uşaqlar, birinci ilə mən tapdım mı cavab? Tapdım. Super. İkincidə nə deyir bəs? Bucaq A və bucaq C-nin cəmi neçədir? 120-dir yenə. Bucaq B-yə nə qaldı? Yenə 60. Cavab nə oldu? Ayrı-ayrılıqda hər ikisi kifayətdir. Ümumiyyətlə yadınızda bir şeyi saxlayın uşaqlar. Deyək ki, belə bir üç bucaq verir. Belə də bir parça çəkib. Və sizə sual verir. Bu bucaqla bu bucağın mı cəmi çoxdur? Yoxsa misal üçün bu bucaqla bu bucağın mı cəmi çoxdur? Misal üçün. Hansı daha çoxdur? Bu ikisində də ortaqdır uşaqlar. Və 3 bucağın cəmi neçədir? 180 deyilmi? Bu ikisində də ortaqdır. 180-dən mən bunu çıxsam, burada da eyni cavab qalır, burada da eyni cavab. Yəni, bunların cəmi bir-birinə nə olmalıdır? Bərabər eyni olmalı. Birinci şərtdə ayrı-ayrılıqda kifayətdir, ikinci şərtdə ayrı-ayrılıqda kifayətdir. Bu oldu 73. Yetmiş dördüncü sualda deyir ki, bağlamada karandaşlar və qələmlər var. Birinci şərtdə bağlamadakı karandaşların sayı qələmlərin sayından bir vahid çox. Misal üçün, qələm olsa X, karandaş nədir? Bir vahid çoxdur, eləmi? X plus 1. Karandaş və qələmin ümumi sayı. Yəni 2x plus 1. Bununla cavab tapmaq olar mı? X-i bilirik mi? Tapa bilərikmi? Yox. Bu şərt kifayət deyil, Pinar. Keçdik ikinci suala. İkinci şərtə. Əgər bağlamaya bir qələm qoysaq, onda bağlamadakı qələmlərin və karandaşların sayı bir-birinə bərabər olur. Bu da yenə həmən şey deməkdir. Deməli, biri x-dir, biri x plus 1-dir. Əgər mən bura bir qələm qoysam, bunlar bir-birinə bərabər olur. Bununla say tapmaq olar. X-i bilmirik. Birləşdirsək nəsə tapmaq olar. Bilmirik. Cavab nədir? Dürdanənin D-si. Aydındır mı? Qeyd edin. Keçək 75-ə. Yəni, verilən şərtlər kifayət deyil. Sual 75. Divarı təmir etmək üçün iki usta tutdular. Diqqətlə qulaq asın. Yalnız birinci ustaya divarı təmir etmək üçün 8 gün lazımdır. Ancaq birinci usta neçədir? 8 gün. Şərtə baxaq. Təmir olunması divarın sahəsi 20 kvadrat metrdir. Bununla buna əlaqə qura bilirsinizmi? Bizə deyir ki, ikinci usta neçə günə tikər? Nə bilim neçə günə tikər? Heç bir əlaqə yoxdur. Keçək ikinci şərtə. İkinci usta divarı 2 dəfə daha sürətli təmir edə bilər. Birinci usta neçə gündür? Onda ikinci usta neçədir? 2 dəfə daha sürətli, 4 gün. Tapdıq mı ikinci şərtini? Cavab nədir? B variantı. Bir də uşaqlar, bizdən belə də soruşa bilərdi. İkisi birləşsə neçə günə bitirər? Onun da qaydası nə idi? 8-də 1 toplansın 4-də 1 bərabərdir x-də 1. Yadımızdadır da bu da. Yəni, belə də istəsə bu cür yazırdıq, yenə ikinci şərt kifayət olurdu. Yəni, aydındır mı? Yəni, cavab nə oldu? B variantı. Keçək 76.
Sual 76. Aha, bu da çox sadədir. Romb bərabər romblara bölünmüşdü. Onlardan bəzisi də rənglənir. Rənglənmiş hissənin rənglənməmişə nisbəti. Uşaqlar bunu belə də yaza bilərsiniz. Şəklini çəkə bilərsiniz birbaşa. Baxın bu formada. Neçə dənədir burada? 1, 2, 3, 4 dənədir də belə deyilmi? 4 dənə. Rombdur. Yəni bütün tərəflər bir-birinə nədir? Bərabərdir. Deməli hamısı nədir? 4, 4, 4. Aydındır mı? Burada rəng ümumi neçədən olacaq bundan? 4 dəfə 4, 16 dənə olacaq. 1, 2, 3, 4, 5, 6. 6-sı rənglənibsə neçəsi rənglənməyib? 10. Rənglənmişin rənglənməmişə nisbəti. 5-də 2. 5-də 2 nə idi? 2-yə böldük, 5-də 3. 5-də 3. Cavab nədir? A variantı. Deməli, uşaqlar, rənglənmişin rənglənməmişə soruşduğuna görə belə yazdım. Soruşa bilərdim, misal üçün, rənglənmişin bütünə nisbəti. Aydındır mı? Belə də soruşa bilərdi. Siz sonuna, əsas sonuna baxın, sualı necə soruşur. Deyə bilərdi ki, rənglənmişin bütünə nisbəti. Nə olardı? 8-də 3 olardı. Aydındır mı? 2-yə böldüm. Nə bilim, soruşa bilərdi, rənglənməmişin rənglənmişə nisbəti. 8-də 5 olardı. Yəni, bütün ehtimalları bilək ki, necə yaza bilərik. 77-yə keçək. Sual 77. Aha, bu sənin dediyin sual idi, Fadilə. Bura baxın, uşaqlar. Bunu mən belə yazım ilk öncə. Birinci baxın. 10 üstü 4 nə deməkdir, uşaqlar? 10.000. Eləmi? Neçə sıfır var? 4 sıfır. Vergüldən sonra neçə ədəd getməliyəm? 4. Eləmi? Yazaq. 1. İkisi burada var mı, uşaqlar? Yazdım bunları. Gerdən neçəsi qaldı? 2'si. 2 dənə nə artırıram? 0. Yəni cavab nədir? 10.100. 10.100'ü mən ayırsam, uşaqlar, belə yaza bilərəmmi? 10.000 toplansın 100. 10.000 nə deməkdir? 100 nə deməkdir? Aydındır mı? Keçək 78-ci suala. Keçdik 78. Əgər x z-dən y dəfə kiçikdirsə, x minus z-i tapın. Bax, x z-dən y dəfə kiçikdir. X bərabərdir z bölünsün y. Yəni x z-dən y dəfə kiçikdir. Aydındır mı? Nə vardıq? Z-i y-ə bölürük. Nə edir? X. Aydındır mı? Mən bunu çarpaz yazsam, x, y nədir? Z. İndi gələk bura. Bizdən nə istəyir? X minus z. X olduğu kimi yazıram. Z-in əvəzinə nə yazıram? X-i çıxartdıq. X-i x-ə böldüm. 1. X-i x-ə böldüm. Bu da. Bu arada, əgər imtahanda görsəniz ki, 2 sual, 3 sual ard-arda eyni variant gedir və siz əminsiniz doğru yazdığınıza, uşaqlar, heç vaxt variantları dəyişməyin. Mümkündür, bəzən verirlər belə ard-arda eyni variantları. Yəni, əminsiniz, görürsünüz ki, bəli, hər şey doğrudur, yerində yazıbsınız. Deməyin ki, 2 variant ard-arda eyni ola bilməz və 3 variant eyni ola bilməz. Aydındır mı? Əslində olması yaxşı deyil, amma burada dəfələrlə görmüşəm ki, yazıblar o formada. 3 variantın ard-arda eyni olması yaxşı deyil. Keçək 79-a. Üç bacının orta yaşı 10'dur. Bacıların yaşlarını bilmirik. Orta yaşı 10'dur. Yəni A plus B plus C neçədir? 30. İndi deyir 4 ildən sonra, yəni bacıların birinin yaşı artır, o birisilər baxır, elə? Yox. Şunu da artıq ama. Bir artıb o ikisi yaşdan mı? Öncə durur mu?
4, 4, 4. Mən nə demişdim Sabrina gələndə? Aha. Bunların cəmi neçədir? 4 ildən sonra bunların hamısının yaşı nəyə bərabərdir? 42-yə. Niyə? 30 idi. 4 ildən sonra 3-ünün də yaşı artır da. Yəni ifadələrin dediyi kimi 1 artıb 2-si qalmır. 3-ü də artır. 4, 4, 4. Yəni 12 il artdı. 30 olmasın 12, 42. Bana ikisi de biraz ikinci 80-ə baxaq. Həmzə deyil. 80-ə baxaq. Düzgün işləyən saat üzərində dəqiqə əqrəbinin 180 dərəcə dönməsi üçün 30 dəqiqə vaxt lazımdır. Uşaqlar, birinci gəlin nəyi yadımıza salaq? Bir saatda dərəcə götürsək, neçə dərəcədir ümumiyyətlə bir saat? 360 dərəcə. İndi bura baxın. Saatda neçə dəqiqə var? Gəlin baxaq görək bir dəqiqə neçə dərəcədir? Bir dəqiqə neçə dərəcədir? Cavab nə olur? 360-ı 1-ə vurub 60-a bölürsən. Nə elədir? 6 dərəcə. Bir dəqiqən 6 dərəcədir. Bizdən nə istəyir? Saatı göstərən əqrəbin 60 dərəcə dönməsi üçün, yəni 60 dərəcəyi istəyir bizdən. Bu aşağıdakı saatlardan hansı ola bilər? Uşaqlar, misal üçün mən bu cür sizə saat da göstərsəm, misal üçün bu cür. Aha. 60 misal üçün hər saat arasında burada neçə dəqiqə var uşaqlar? Hər ədəd arasında 5 dəqiqə yoxdur. 1 dəqiqən neçə dərəcədir? Onda 5 dəqiqən 30 budur. 30 budur. Neçə elədir cəmdə? 60. Deməli 60 dərəcəyi biz saatla necə göstərə bilərik? Saat 2. Aydındır mı? Saat 2 olsa biz deyə bilərik ki, əqrəblər arasında dərəcə neçədir? 60. Saat 3 olsa 90. Saat 4 olsa başa düşdünüzmü? Yox, olmadı. Deməli, saat 2 olsa biz deyə bilərik ki, əqrəblər arasındakı dərəcə 60 dərəcədir. 2024 bitdi. Sağ olun. Salamat qalın.